İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən 100 vergi ödəyicisinin siyahısını hazırlayıb. Dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru Azərlotereya ASC ön sıralarda yer alıb. Azərlotereya 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyərək ölkədə ən çox vergi ödəyən 16-cı şirkət, qeyri-neft sektoru üzrə isə 6-cı olub. Son illər fəaliyyətini daha da genişləndirən Azərlotereya yalnız oyun sənayesinin inkişafına və istehlakçı maraqlarının qorunmasına deyil, həmçinin ölkə iqtisadiyyatına, çox sayda insanı işlə təmin etməklə əmək bazarının inkişafına və dövlət büdcəsinin formalaşmasına mühüm töhfə verir. Bundan əlavə, Azərlotereya ölkədə idmanın inkişafı və xeyriyyə mədəniyyəti və sosial layihələrin həyata keçirilməsi istiqamətində aktiv rol oynayır. Şirkət misli Premyer Liqası başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Qarabağın sosial-iqtisadi inkişafına və əmanətə sədaqət layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır. Ölkəmizdə qanuni fəaliyyət göstərən rəsmi mərc oyunları platforması olmasına baxmayaraq, hələ də bir çox insan qeyri-qanuni şəkildə mərc və şans oyunları keçirən platformaların toruna düşür. Söhbət Mostbet, Pinup, 1xBet, Betbuta, Online Lotto kimi platformalardan gedir. Şirin vədlər verən belə platformalar lisenziyasız fəaliyyət göstərir. Qanunsuz yollarla külli miqdarda gəlir əldə edir, vergi ödəmir və dövlət nəzarətindən kənarda fəaliyyət göstərir. Mərc oyunları bir qrup insanın maraqlandığı sahədir, fəaliyyət göstərmək istədiyi, məşğul olmaq istədiyi sahədir və tələbatdır. Ona görə də dövlət münasibətləri tənzimləmək və iqtisadiyyat üçün, cəmiyyət üçün faydalı olması üçün mərc oyunlarını qanuniləşdirib və burada da əsas məsələ ondan ibarətdir ki, bu mərc oyunları iqtisadiyyatda məşğulluq yaradır, vergilərin toplanmasına gətirib çıxarır, yəni qazanc olduğuna görə, fəaliyyət gəlir olduğuna görə vergilər ödənmiş olur və ümumi belə deyək ki, qanuni mərc oyunlarında şəffaflıq və qaydalar olduğuna görə istifadəçi də qorunur. İstifadəçi əlavə yükün altına girilməsini məhdudlaşdırılır. Eyni zamanda istifadəçinin hüquqları qanunvericilik çərçivəsində qorunur. Amma qanunsuz mərc oyunlarına gəldə burada tamam vəziyyət başqadır. Bəs qanuni və qanunsuz fəaliyyət göstərmək arasında fərq nədən ibarətdir? Qanunsuz olduğuna və gizli şəkildə həyata keçirildiyinə görə burada hər hansı vergi ödənişlərindən söhbət gedir. Çünki fəaliyyətin özü gizlidir, fəaliyyət qanunsuzdur, vergi yayılması məsələsi baş verir, vergilərin ödənilməməsi, sosial ödənişlərin ödənilməməsi prosesi baş verir və nəticə etibarilə həm də vergilərdən yayıldığına görə qanunsuz mərc oyunları qanuni mərc oyunları üzərində bir üstünlük də yaratmış olurlar. Bunlar daha yüksək uduşlar qoyaraq qanuni mərc oyunlarla müqayisədə insanları bura daha da cəlb edə bilirlər. Eyni zamanda qanunsuz mərc oyunlarında nəqd ödənişlər və yaxud da xarici ödənişlər daha çox olur. Əsas belə deyək, ödəniş bu təbii ki, hesablaşmalardan bank üzərindən getmir və ya kriptovalyutalarda və yaxud da hansı aralıq ödəniş platformaları vasitəsilə xarici axır, şəffaflıq olmur. Bu baxımdan qanunsuz mərc oyunları dövlətə və cəmiyyətə ziyan vurduğuna görə belə deyək, bu fəaliyyət qanunsuzdur. Bu fəaliyyətdən əldə edilmiş gəlirlər də qanunsuz sahibkarlıq fəaliyyətdən əldə edilmiş gəlirdir. Eyni zamanda bu fəaliyyətlər aşkar edildikdə müvafiq qanunvericiliyə uyğun olaraq hətta cinayət məsuliyyəti tərkibdə yarada bilər. Bir sözlə, mərc həvəsinizi və şansınızı ancaq rəsmi qeydiyyatdan keçmiş platformalarda sınayın.